Salam olsun hamıya. Bugün istədiyim bir araşdırma nəticəsində əldə etdiyim məlumatı sizlərlə bölüşüm. 3 meymun oynamaq. Yəqin ki, çoxlarımız bu məşhur simvolu görmüsünüz. Görmədim, eşitmədim və bilmirəm. Əslində isə bu heç də belə deyildir. Bu simvolun kökü çox qədimə, həm də çox anlamlı bir mənası vardır. Qədim Yapon Koşin inancına görə bu meymunların adı Mizaru, Hikazaru və Iwazaru olaraq bilinir. Gözünü bağlayan Mizaru, görmədim demək deyil, ümumiyyətlə pis olan heç nəyə baxmamağı öyrədir. Qulaqlarını bağlayan Hikazaru isə həqiqəti duymamaq kimi yox, pis olan heç bir şeyi eşitməməyi öyrədir. Ağzını bağlayan Iwazaru isə bilmirəm demək deyil, əslində isə dilimizdən pis olan hər şeyi rədd edir, yəni pis danışmamağı öyrədir. Yəni gördüyümüz kimi həqiqətə göz yummaq, eşitməmək və ya bilməmək deyil, pislikləri ümumiyyətlə həyatımızdan uzaqlaşdırılmış kimi bir simvolizədir bu. Bəzən baxmamaq bir seçim, eşitməmək xarakter, susmaq isə fəzilətdir. Və beləcə buradan belə başa düşürük ki, həyatda hər şeyi görmək, eşitmək və danışmaq yox, nələri görməmək, nələri eşitməmək və nələri danışmamaq əsl məharətdir. Hələlik.